Salam müəllimlər, axşamınız xeyir olsun. Bilirik ki, imtahanımıza az qalıb, eyni zamanda həm MİQ, həm də sertifikasiya imtahanının vaxtı artıq belə deyim, sayılı günlərlə ölçülür. Ona görə də sizə dəstək məqsədi ilə 9-cu sinifin çətin mövzuları üzrə izahlar verəcəyəm. Bugünkü izahım deməli 9-cu sinifin birinci mövzusu olan mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarıdır. Belə ki, lazım olan əsas hissələri sizlərlə bölüşəcəm. Bilirik ki, mədəniyyət müəssisələri təyinatına görə 3 qrupa bölünür. Mədəni maarifləndirici müəssisələr bura daxildir. Kitabxana, muzey, park, heyvanxana, istirahət mərkəzləri. Daha sonra sərgi zallarına daxildir sərgi və qalereya, teatr baxış müəssisələrinə isə teatrlar, konsert zalları və sirklər daxildir. Və davranış mədəniyyəti nədir? Davranış mədəniyyəti insanın birgə yaşayış zamanı əməl edəcəyi qayda və qanunlardır. Hansı ki onlar fərqli şəraitdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. İndi isə gəlin biz sizlə davranış mədəniyyətinə daxil olan, belə deyim də, nümunələri göstərək. Davranış mədəniyyəti var, biri də var ünsiyyət mədəniyyəti. Diqqət edin, davranış mədəniyyəti desə, bura daxildir düzgünlük, səmimilik, tələbkarlıq, özünə tələbkarlıq, ləyaqət, diqqətlilik, qayğıkeşlik, dözümlülük və özünü idarə etmə. Ünsiyyət mədəniyyəti desə isə xeyirxahlıq, mərifət, davranış mədəniyyətinin özü, ədəbli olmaq və nəzakətlilik bura daxildir. İndi isə gəlin bunları qısa halda necə yadda saxlayaq ona baxaq. Belə ki, düzgünlük nədir? Düzgünlük adı üstündədir. Doğru danışmağa meyil göstərməkdir, doğrunu sevməkdir. Səmimilik dürüstlüyün təzahürüdür. İnsani hiss və duyğu ilə digərinə yanaşmasıdır və o hisslərin sözlərlə onlara çatdırılmasıdır. Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Özünə tələbkarlıqda öz sözü var. Öz dünya görüşünün genişləndirilməsidir, faydalı biliklərlə zənginləşdirilməsidir. Ləyaqət isə mənəvi əxlaqi kateqoriyadır. Onun əsas məğzi şəxsiyyətə və eyni zamanda özünə hörmətdir. Diqqətlilik, fikrin, görmənin, eşitmənin kimə və yaxud da ki, nəyəsə yönəlməsidir. Qayğıkeşlik, başqasına kömək etməyə həmişə hazır olmaqdır. Dözümlülük, fiziki və mənəvi təsir zamanı səbirli olmaqdır. Ətraf mühitin canlıya təsir edən həddini qorumaq bacarığıdır. Özünü idarə etmə, fərdi keyfiyyətlər sayəsində müdaxilə və ya kömək olmadan müstəqil şəkildə öz işinin öhdəsindən gəlmək bacarığıdır. Və ünsiyyət mədəniyyəti dedikdə bunlar nəzərdə tutulur. Hansı ki, deməli, bu iki xüsusiyyət nəzərdə tutulur. Ətrafdakı insanların xüsusiyyət, hərəkət, davranışlarını doğru qiymətləndirmək, ünsiyyət bacarıqlarına yiyələnmək, ünsiyyət qurduğun insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaqdır. Və dediyim kimi, ünsiyyət mədəniyyəti xarakterin müəyyən cəhətlərini əhatə edir. Bura insanlara hörmət, xeyirxahlıq, səmimilik, dözümlülük daxildir. Xeyirxahlıq nədir? Kiməsə yaxşılıq etməyə həmişə hazır olmaqdır, onu bacarmaqdır. Mərifət insanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməsidir. Davranış mədəniyyəti insanlara hörmətlə yanaşmaqdır, düzgün rəftar etməkdir. Xeyirxah və dözümlülük, ədəb, mərifət inkişaf etdirir bu davranış mədəniyyəti. Ədəbli olmaq təkcə ədəb qaydasını bilmək deyil, eyni zamanda insanların arasında münasibətin ölçüsünü hiss etməkdir. Nəzakətlilik isə müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Və işgüzar söhbətin aparılması fərdin ünsiyyət səviyyəsinin göstəricisidir. Eyni zamanda burada mədəniyyət ocaqlarına necə davranmaq lazımdır? Bunların hər birinə özünüz nəzər sala bilərsiniz. Digərlərini qısa şəkildə sizə izahını verdim. İndi isə gəlin 9-cu sinifin ikinci mövzusu olan ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin hansı rolu var? Bu haqda deməli danışaq. Belə ki, ailə büdcəsi ailə üzvlərinin pul və maddi aktivlərinin məcmusudur, belə deyim də, və ailənin büdcəsinin vahid bir yerdə toplanmasıdır. Ailə büdcəsinin şəxsi büdcədən fərqi ondan ibarətdir ki, ailə büdcəsi ailənin iki üzvünün gəlirindən formalaşır. 4 əsas istiqamətdə xərclənir. Hansı ki, bura daxildir ata və ananın gəliri, 4 istiqamətimiz isə atanın xərci, ailənin xərci, uşağın xərci, ananın xərcidir.
Və ailə büdcəsi şəxsi büdcə kimi aktiv və passivlərdən ibarətdir. Aktivlər və passivlər nədir? Passiv şəxsi borc və ya deməli borc nəticəsində hansı ki, bura daxildir kredit təşkilatlarından və başqa insanlardan alınan borc. Bunlardan əldə olunan vəsaitdir. Ailə büdcəsinin aktivi isə büdcə passivinin yerləşdirilməsi üsullarıdır. Yəni borcun ödənilməsi üsuludur. Və deməli, şəxsi büdcədə olduğu kimi ailə büdcəsinin də bütün aktivlərini pul gəlirlərinə, ehtiyat, qənaət edilmiş vəsait, kapital, şəxsi ehtiyaclara lazım olan pul, maddi gəlirlərə ayırmaq olar. Bəs əhalinin gəliri nədir? Əhalinin gəliri deyən zaman deməli, belə ki, maddi nemətdən və yaxud da ki, belə deyim də, istehsal olunmuş təsərrüfatdan əldə edilmiş pul vəsaitinin cəmi başa düşülür. Və ev təsərrüfatının gəliri bir qayda olaraq 4 qrupa ayrılır. Bura daxildir. Əməyə görə ödənilən əmək haqqı forması kimi qəbul olunmuş gəlirlər. İstehsalın digər amillərindən istifadə hesabına əldə olunan gəlirlər. Hansı ki, faiz kimi daxil olan gəlir, torpaqdan, rentadan gələn gəlir, sahibkarlıq fəaliyyətindən gələn gəlirlər daxildir. Köçürmə ödənişindən əldə olunanlar bura daxildir. Yaşa görə təqaüd, tələbə təqaüdü, əlavə müavinət, işsizliyə görə müavinət, uşaqlara görə müavinət. İqtisadiyyatın qeyri-rəsmi sektorundan, məşğulluqdan əldə olunan gəlirlər bura daxildir. Və ailənin gəlirləri 2 növə bölünür: pul və maddi gəlirlər. Pul gəlirləri bunlardır: ailə üzvlərinin müəssisələrdən, idarədən, təşkilatdan aldığı əmək haqqıdır, verilən pensiyadır, müavinətdir, təqaüddir, sosial və sığorta ödəmələrdir. Bunlar bizim pul gəlirlərimizə daxildir. Maddi gəlirlər isə zəhmətlə qazanılmış fəaliyyətə görə mükafatlandırmadır, mirasdır, alınmış hədiyyədir, əmək nəticələrinə görə mükafat istisna olmaqla digər mükafatlar, alimentlər aiddir. Eyni zamanda məhkəmənin qərarı ilə ödəmə və kompensasiyalar ailə üzvlərinin ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gəlirlərini də bura daxil etmək olar. Və ev təsərrüfatının gəlirləri öz növbəsində 4 yarım qrupa ayrılır. Bunlar hansılardır? Hansı ki, şəxsi yardımcı təsərrüfatdan becərilən kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə edilən gəlirlər. Ev əmlakı ilə əməliyyatlardan alınan kreditlər, maliyyə kredit əməliyyatlarından gələn gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər bura daxildir. Bəs sahibkarlıq nədir? Sahibkarlıq göstərilən xidmət, istehsaldan və əmtəə mal satışında müntəzəm olaraq gəlirlərin əldə olunmasına istiqamətlənmiş iqtisadi bir fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib hissəsidir. Biznes sözləri ilə sinonimdir. Və biznes ingilis dilindən iş, müəssisə deməkdir. Hansı ki, sahibkar nədir? Belə deyim, risk şəraitində fəaliyyət göstərən insan mənasını verir. Mən sizə əsas lazım olan məqamları deyirəm, müəllimlər. Cümlə yığını, söz yığını çoxdur deyə ehtiyac yoxdur hər birini öyrənməyə. Bəs fərdi sahibkar kimə deyilir? Fərdi sahibkar fiziki şəxs hesab olunur və işi şəxsən öz hesabına, şəxsi riski hesabına görür, təsərrüfat qərarlarını müstəqil çıxarır. Hansı ki, o bütün nəticələri, məsuliyyətini özü daşıyır. Belə ki, borc yarandığı halda sahibkar bunun öz əmlakı ilə ödəyir. Hansı ki, belə sahibkarlıq fərdi sahibkarlıq fəaliyyəti kimi təsnif edilir. Yerli icra hakimiyyətlərində patent, yəni ticarətlə, sənətlə məşğul olmaq üçün verilən şəhadətnamə əsasında qeydiyyatdan keçir və sahibkar fiziki şəxs kimi vergi ödəyir. Və deməli, ailəvi sahibkarlıq var. Ailəvi sahibkarlıq nədir? Belə ki, istehsal formasında inkişaf etməklə yanaşı, əmtəə mal istehsal edən və xidmət göstərən müəssisə rolunda çıxış edə bilir.
Və ailəvi sahibkarlıq bircə sahibkarlıq formalarından biridir. Müxtəlif belə deyim, məqsədlər üçün fəaliyyət göstərə bilər. Hansı ki, məsələn, ailəvi sənaye ticarət firması ola bilər, fərdi əmlak fəaliyyəti, ailəvi yardımcı təsərrüfat ola bilər. Daha sonra ailəvi sahibkarlığın da əsas əlamətləri var ki, onlar kapital timsalında borca götürülmüş əmlakdan və ailənin pul resurslarından istifadə, borca görə götürülmüş vəsaitlərin ailənin əmlakı kimi girovluğa cəlb olunması, ailə üzvlərinin kənd təsərrüfatı əməyindən istifadəsi, hansı ki, işçi cəlb olunması hüququ olmadan, hansı ki, bu fərdi sahibkarın qeydiyyatı zamanı təsdiq olunur. Və ailəvi sahibkarlıq fəaliyyətinin növləri müəyyən amillərdən ibarətdir. Burada pul vəsaiti olmalıdır, ailə üzvlərinin biliyi, bacarığı olmalıdır, ailədə istehsal alətləri, onların əldə olunması imkanlarının olmasıdır və sərbəst vaxtın mövcudluğudur. Mövzumuz biraz gəliz mövzudur. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, rəy bildirməyi unutmayın.